Şəmkir rayonu Çınarlı qəsəbəsində fəaliyyət göstərən şəhid Etibar Həsənov adına 1 nömrəli tam orta ümumi təhsil məktəbi 1987-ci ildə tikilib. Məktəb 600 yerlikdir. Burada 300 şagird təhsil alır. Sözgedən ümumi təhsil məktəbi 2024-cü ildən təmirə dayanıb. Bu müddət ərzində məktəb şagirdləri müvəqqəti olaraq qonşu Aşağı Seyfəli kənd məktəbində təhsillərini davam etdirirlər. Məktəbdə isə artıq təmir işlərinə başlanılıb. Tikinti işini Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin sifarişi ilə AR Qrup İnşaat MMC aparır. Söküntü işlərimiz demək olar 95% bitib. Axırda para bəzi işlər var ki, onları da icra edirik, onlar da bitəcək. İkinci mərtəbədə gördüyümüz bu əsas korpusdur. Sol tərəf A korpus, arxada sağ tərəf isə B korpusudur. Təmir isə əsas korpus hissədə olacaq və A korpusu ilə B korpusunda ikinci mərtəbələrində təmir işləri olacaqdır. Öhdəliyə götürdüyümüz hədəf üzrə, hərəkət üzrə, yəni işi vaxtında yerinə yetiririk deyə, ona görə də əlavə artıq işçi qüvvəsinin cəlb edilməsində zərrə tələki yoxdur. Amma qarşımıza qoyduğumuz vaxt üzrə, hədəf üzrə işlərimiz uğurla gedir. Və biz də çalışırıq ki, qarşıya qoyulan vəzifə və öhdəliklərə uyğun olaraq işləri yaxşı, sürətli, keyfiyyətli vaxtında icra edək. Divarlarda hörgü işləri 2-ci mərtəbədə bitib, 1-ci mərtəbədə isə davam edir. Suvaq işləri 2-ci mərtəbədə başlayıb. Yeni layihə üzrə sanitar qovşaqlar təmir edilərək hazır vəziyyətə gətiriləcək. Hal-hazırda elektrik montaj işləri gedir. Sinif otaqlar və dəhliz hissələrdə montaj işlərinin müəyyən hissəsi artıq başı çatıb. Təmizlik işləri də bitib. Döşəmələrin kodlaşdırılıb, hazırlıq qatı gedəndən sonra betonu veriləcək və son tamamlama bəzək işləri görüləcək. Qarşıya qoyulan hədəf üzrə işlər uğurla davam edir. Təhsil müəssisəsində müasir informatika kabineti, kimya və fizika laboratoriya otaqları istifadəyə veriləcək. Bu otaqlar çağdaş texnika və avadanlıqlarla təchiz olunacaq.